sizi çox xüsusi bir günə aparıram. Qəlbin 3 səhnəsi tədbirinin pərdə arxasına. Biz First Shine Academy olaraq başda Gönül xanım olmaqla bu layihənin təşkilatçıları idik. Əvvəlcə sizi 1-2 həftə əvvəl aparıram. İlk olaraq könüllərimizlə təlimlər keçirildi. Layihəyə dəstək verən, enerjisi yüksək olan həmin komanda həmin günün görünməz qəhrəmanları idi. Və nəhayət böyük gün gəldi. Səhər tezdən hər kəs iş başındaydı. Masalar hazırlanırdı, dekorlar düzəlirdi, stendlər yerləşdirilirdi. Sponsorlarımız da artıq öz yerlərində idi. Burada Cığır İctimai Birliyinin komandasını görürsüz və aparıcı Kənan bəy tədbiri açıq elan etdi. First şirkətinin təsisçi direktoru Günür Əliyeva öz çıxışını etdikdən sonra tamaşa başladı. Sizə qısa tamaşa haqqında məlumat verim. Tamaşa 3 hissədən ibarət idi. Uşaqlıq travmaları, münasibətlər, narsis həyat yoldaşı və daxili gərginlik, depressiya. İkinci hissə bitdikdən sonra coffee break-ə keçildi. Başkent Catering fürsət masasını çox gözəl hazırlamışdılar. Məncə videodan da görürsüz. Və daha sonra iştirakçılarımız yarım saatlıq coffee break etdilər və sonra 3-cü hissəyə keçid etdik. Tamaşa davam etdikcə hər kəsin qəlbinə toxunurdu. Doğrudan da tədbir bitdikdən sonra hamı oradan çox fərqli hisslərlə ayrılmışdı. Səhnə arxasında olmaq mənə çox şey öyrədib, amma səhnənin özündə olmaq daha gözəl hiss imiş. Bu layihənin ərsəyə gəlməsində əməyə keçən bütün tərəfdaşlarımıza, könüllərimizə və bizi seçən bütün iştirakçılara sonsuz təşəkkür edirik. Və əlbəttə, orada olub çəkdiyim bu kadrları sizinlə bölüşməyimə səbəb bu günün mənə verdiyi xüsusi enerjini sizin də hiss etməyiniz idi. Qəlbin 3 səhnəsi bizim üçün sadəcə tədbir yox, bir başlanğıc idi. Sonda isə könüllərimizlə səhər yeməyində keçirdiyimiz sertifikat mərasimini görürsüz. Videonu izlədiyiniz üçün çox sağ olun. Digər videolarda görüşənədək sağ olun.